Duramazsın beklemem fazla kifayet. Ben durursam şeytan dur. Heç sizdə kara basan olub, məndə olub, o qədər olub. Amma məndə bir qorxu var ki, bu həmin şey yaşanar. Və məndə bu həmin qorxunu kim yaratdı? Əlbəttə ki, sinif yoldaşım. Bəli, indi adını vermək istəmirəm. Amma indi isə onun isə danışacağam. Mən bir gün məktəbə getmişdim. Məktəbdə dərsimizi elədi və tənəffüs oldu. Tənəffüsdə mənim dostum mənə dedi ki, bilirsən, məndə karabasan olub. Məndə də o vaxtlarım heç vaxt olmamışdı. Mən də dedim ki, necə bir hissdir. Və mənə beləncə bir şey dedi. Dedi ki, axşam idi. Tərpənə gözümü açdım. Tərpənə bilmirdim. Üstümdə bir varlıq var idi. Varlığın gözləri yamyaşıl idi. Və üstümdə oturmuşdu. Nəfəs alamırdım. Və 3 dənə bir şey məni qorxudurdu. Sonra bu 2-3 dəqiqədən sonra keçdi. Mən birinci inanmadım. Sonra hazırlıq oldu. Hazırlıqda yemək vaxtında, ikinci yemək vaxtında daha da çox danışdı. Özü də onda 3 dəfə olmuş. Danışdı. Mən də onda inandım. Getdim evə getdim. İşıqlı, elə rahat idim. Amma yatmaq vaxtı gəldi. Mən qorxaraq yatağıma getdim. Həmin o dostumun dediyi sözlər hələ də yadımdaydı. Yatamırdım. Deyirdim ki, bəlkə mənə də olar. Qorxaraq yatdım və qorxduğum başıma gəldi. Oldu, məndə də yaşandı. Amma 2-3 gündən sonra gördüm ki, tərpənəmirəm, eləyəmirəm. Ondan sonra o məndə keçir. Özü də məndə 5 saniyə olur, sonra keçir. Üçüncü səfərdir. O gün axşam da yaşandı. Nəysə. Şeydi sonra. Mən ondan sonra yatamıyordum. Bir gecə qardaşım üz baxım eləməyə getdi. Mən də pəncərədən tıkırtı hiss etdim. Bir qorxdum. O hani yorğanımızı başımıza çəkəndə elə bilirik ki, o bizi qoruyur ha. Mən də onu elədim. Yastığımı qoydum onun altına. Belə, özür sayın, yastıq deyirəm, yorğan. Yorğanı bastırdım başıma. Yatdım. Səhər sənlərim qorxaraq oyandım. Və hər şeyi anama danışdım. O da dedi ki, sən yuxu fərci keçirmirsən, yəni karabasan. Ay Hüseyin. Allah sənin bəla versin. Eşşək ol eşşək. Bunları xəyal edirəm. Səhərsi gün məktəbə getdim. O mənə zarafat eləyirmiş. Bəli. Eşşək oğlu eşşək. Nəysə, özünüzə yaxşı baxın. Sağ olun.